Gözler saatte, akşam 11 tamamda. Ailenizin xəzəlində, nəsib olsa efirdə. Maraqlı məqamlar, tanınmış insanlar, sizləri əyləndirəcək maraqlı rubrikalar. Hamı həyecanla gözləyir və budur qarşınızda nəsib olur, nəsib olsa. Bir saat ərzində sizinləyik, nəsib olsa. Xoş anlarımızı bölüşərik, nəsib olsa. Həftə içi hər gün nəsib olsa görüşərik, nəsib olsa. Bir saat ərzində sizinləyik, nəsib olsa. Xoş anlarımızı bölüşərik.
Bu gece özeldir. Bu gece nurludur. Çünkü bir ay boyunca oruç tutup ibadet eden bacı kardeşlerimiz için bugün bir bayram günüdür. Ve görün ne kadar güzel xalqıq ki, bu özel gün, bu müqəddəs gün 26 iyun tarixi həm Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur, həm də Ramazan bayramını qeyd edirik. Əziz xalqımız, dəyərli xalqımız, müsəlman dünyasını müqəddəs Ramazan bayramı münasibəti ilə Xəzər Media Mərkəzi adından, Nəsib olsa komandası adından təbrik edirik. Allah bütün niyyətlərinizi, oruclarınızı, diləklərinizi qəbul etsin inşallah. Və şanlı Azərbaycan ordusu, hər bir əskərdən tutmuş zabitlər, generallara qədər hər kəs Azərbaycan ordusu, mərd ordumuz, igid ordumuz, bayramınız mübarək olsun, zəfər bizimlə olsun. Nəsib olsa əsas bayramı elə 26 iyunda qələbə gününü qeyd edək. Yaşasın Azərbaycan! Nəsib olsa başladı. DJ Tural, xoş gəlmişsən, səndə bayramlarınız mübarək olsun. Təbii ki, əziz tamaşaçılar, bu axşam nəsib olsa da 2 qat bayram sevinci var. Əyləncə 2 qat olacaq, deyib gülmək 2 qat olacaq və əsl bayram keyfinin nöqtəsi nəsib olsa da vurulacaq. Təbii ki, 2 qat dediyi bu axşam 2 qonağımız var. Uzun illərin dostlarıdır, uzun illərin peşəkarlarıdır, musiqini, zövqü və keyfiyyəti bilən, sevilən simalardır. Onlar gəlirlər ki, bu bayramda öz təəssüratlarını bölüşsünlər, uşaqlıq illərinə qayıdıb, Ramazan bayramı təəssüratlarını bizimlə, sizinlə bölüşsünlər və özləri də istirahət edib əylənsinlər. İlk olaraq mən xanım qonağımızı dəvət edirəm. Yeni imicdə gördüm, çox da yaraşıb, çox gözəldir və şıltaqdır. Sözünü deyən, dediyini edən və etdiklərindən də hitlər əmələ gəlir onun. Bu axşam ilk qonağımız Seydə Sultan gəlir dostlar. Kız bu ne güzellik kız. Ay çok güzelim be. Elimi ver, elimi ver. Grup ne polarla? Xahiş edirəm. Grup ne polarla? Qoy deyim. Hə? Hələ indi demə də sonra deyərsən. Bu imic dəyişikliyi. Qəşəng yaraşır. Bu nədir ay Seydə? Bu nədir? Hörüklərim. Handmade, əl işi, hə? Əl işidir. Qoy Əl- açıqlayım Hə, da. açıqla Nə onda. olar ki? Ay, yaxşı deyil. Əvvəla xoş gördük. Bizə baxan tamaşaçıları salamlayıram. Aleyküm Ramazan bayramı münasibəti ilə hər kəsi təbrik edirəm. Silahlı ordumuzu təbrik Silahlı edirəm. Qüvvələr Günü münasibətilə. Qüvvələr günüdür. Bəli. Sizə hamınıza can sağlığı arzu edirəm. Allah bizi qorusun. Amin və Amin və deməmiş gedə Aha, bilmərəm. de. Bu De gün ki. mənim imicim, mən inanıram ki, bizə baxan tamaşaçılar bəyəniblər. Mən ona görə məxsusi olaraq Anar Ağa Kişiyevə təşəkkürümü qonağımız bildirirəm. da olub, Anar. Anar oğuldur da, maşallah. Yəni Anar, supersən, işvə də ki, maşallah. Noğuldur, noğul. Xəzərə girəndən hamı deyir, ya qız bu nə gözəllik. Tanımadım Bəli. Seydə. Görsən, oha. Onda gözəlliyə Onda gözəllik gülünü yaraşır. verin, xahiş Ədəl və edirəm. istən çiçəklər. Sağ ol, Buyur Nəsib. Seydə, xoş gəldin. Və ilk dəfə nəsib olsa da uzun illərin dostudur və öz xasiyyəti ilə, öz mərdliyi ilə, öz istedadı ilə ifa etdiyi mahnılar da bir-birindən hit. Yəni möhür vurur. Bu insan öz sənəti ilə öz möhürünü vurub. O gəlir ki, bu bayrama bayram qatsın. Nə gəlir özü? İfasıyla Elnur Məmmədov gəlir dostlar.
beni sevir, bəs niyə bu tənhalıq? Dediler yalan, sevgiye inanma. Ne kadar deseler, ümidim yağmurlar. Yağış yağır damla damla, kulağıma pıçıldar. O da sever Allah dedi zamanla. Düzeler, bu da geçer. Yağış yağır damla damla, kulağıma pıçıldar. O da sever Allah dedi zamanla. Düzeler, döner. Sebep nedir, sonu neden ayrılır? O beni sevir, bəs niye bu tənhalıq? Dediler yalan, sevgiye inanma. Ne kadar deseler, ümidim yağmurlar. Yağış yağır damla damla, kulağıma pıçıldar. O da sever Allah dedi zamanla. Düzeler, bu da geçer. Yağış yağır damla damla, kulağıma pıçıldar. O da sever Allah dedi zamanla. Düzeler, döner. Yağış yağır damla damla, kulağıma pıçıldar. O da sever Allah dedi zamanla. Düzeler, bu da geçer. Yağış yağır damla damla, kulağıma pıçıldar. O da sever Allah dedi zamanla. Düzeler, döner. Bəli, Elnur Məmmədov! Xoş gəlib, səfa gətirib. Elnur! Nə gözəl bir gündə nəsib Ay oldu qardaş, səndə. bu nədir? Sən necə arıqlamısan maşallah? Sağ əlim sənin başına. Yox, mən istəmirəm, mən çox qalmaq istəyirəm. Ay Elnur, bayramların mübarək. Bahəm mənim əzizim. Çox gözəl mahnıdır. Yağış yağır damla damla. O heç. Mən Buyur əyləş, ilk buyurun, olaraq buyurun dostlar. Azərbaycanımızı salamlayıram. Və bugünkü gün münasibəti ilə şükürlər olsun ay Allah sənə ki, bu bir ayı izin verdin. Bu gözəl müqəddəs ayımızı başa vurduq. Və Silahlı Qüvvələr günü bütün əskərlərimizi, ordumuzu, hamını təbrik edirəm. Zabitlər, Və əskərlər. çox üzr istəyirəm, bir təbrik də eləyəcəm. Buyur. Atı olmaq münasibətlə səni təbrik edirəm. Sağ ol, ay Elnur. Olmayanlara qismət olsun, təşəkkür. Qüvvələr, əskərlər. Bəli, bəli, Ben xala əskərlər. qaldım axı. Başıma dönür. Xala, can xala. Can xala. qurban. Elnur, bu mahnı kimin Mən yəni mahnısıdır? xalasıyam, ha, yəni Çox yayın belə xala kitidir. Möhür, süper Bəli, bir. bəli, bu mahnını, ayol, bayaq o qədər gülmüşəm bu mahnıya. Bir dənə kommentariya yazıblar. Onu sonra deyərəm. Onu sonra deyərsən, deyərəm. yəni söhbətlərim. Mahnının müəllifi mənim çox əziz dostum, çox peşəkar, işinin mükəmməli deyərdim. Gənc olmağına baxmayaraq, Nəsib həqiqətən də o qədər musiqi cəhətdən çox belə zəngin bir insan. Zülfü Bədəlov.
Həm musiqisi, həm Zülfü sözləri. Bədəlov. Bəli, bəli, Ah bəli. ti malinki topuş. Yaradırsan ha, yaradırsan. Aranjman da Elvinə aiddir. Maşallah. Bəli. O bu ailə münasibətləri, bu Ailə ailəlikcə münasibət. keyfiyyət yaradılır. Mən olar mı pencəm? Mənim ürəyim sıxıldı. Çıxart qardaş. Bir mahnı gəlsin, pencəyə çıxartma mahnısı gəlsin. Elnur. Buyur, rahat əyləşin, çayınızı, suyunuzu için. Söhbətlərimiz olacaq, hər şey irəlidədir. Mən təşəkkürlərlə İnşallah. bildirirəm. Verilişimizin ən rəngarəng sponsoru Sopsan boyalarına. Sopsan markası 18 ildir ki, yüksək keyfiyyətli akrilik iç və fasad boyaları, silikonlu boyalar, sintetik boyalar, mebel sənaye boyaları, epoksid boya qrupu, sədəf boyaları, poliuritan qrupu, yol çizgi boyaları, dekor mineral suvaq, kafel metlaq yapışdırıcıları, qranit kley su izolyasiya sistemləri ilə yanaşı poliuritan köpük və silikonlar istehsal edir. Eyni zamanda Sopsan rəngləndirmə sistemi vasitəsilə siz istədiyiniz rəngi seçirsiniz. 5 dəqiqəyə, elə yerindəcə, mağazadan ayrılmadan əldə edə bilərsiniz. Ən əsası da rəngli boyanı ağ rəng qiymətinə Bakı və bütün regionlara sürətli çatdırılma vasitəsilə Sopsan, dünya boyandıqca gözəldir. Sopsandan dəyərli dostumuzdan keçid alırıq Karacaya. Gözəl xəbərlərlə, şuxluq və zərafətin ən dəyərli daşlarından olan mirvari artıq süfrələrimizdə yer almaqda. İnovasyonda sərhəd tanımayan Karaca daha bir yeniliyə imza atdı. Əsl mirvaridən hazırlanmış yemək dəstləri artıq Bakıda, Karaca mağazalarında. Mirvari insan orqanizmi üçün sağlıqlı və evlilər üçün sadiqlik rəmzidir. Mirvaridən hazırlanmış 86 parça 12 nəfərlik yemək dəsti, 84 parça 12 nəfərlik qaşıq bıçaq çəngəl dəstini alın, 7 parça qranit qazan dəsti və 34 parça 6 nəfərlik çay dəsti hədiyyəniz olsun. Karaca paylaşacağımız çox şey var. Səidə Sultanın ifasını dinləyəcəksiniz. Nəsib olsa reklamlardan sonra gedirik reklamlara DJ Turab.
Bəli, reklamlar bitər bitməz Səidə Sultanın super ifası. Bəli, bu musiqi Ürəyimə dəyər ver. Can, bu musiqi Hacı Nazimə aiddir. Nazim, Sözləri isə Zimzim. bizim gözəl Leylimizə aiddir. Leyli, Leyli. Hakanlı salamlar. Ay Can, Leyli, Hakan Hakanlı abi. salamlar. Səni də öpürəm Maşallah, nə qədər istedadlar var dostlarımız və yeri gəlmişkən Səidə. Zülfü Bədalov indi bizi izləyir, Zülfünü salamlayırıq və söylədi ki, Zülfü Bədalov, Ay ailə. Səidə üçün bir hədiyyəm var. Canı, can. Bir mahnı, bir gələcək, o məxsusi olaraq onun ruhuna yaxın bir mahnı hədiyyə. Sağ ol ay Zülfü. Zülfü, Əslində gəlirik verilişdən sonra. Nəsib, Heç nəsib. şübhən Studiyada heç yerə olmasın ki, getmə. yəni xit olacaq. Nəsib, Həqiqətən. inansan bir yax mahnını oxudun. İstədim deyəm ki, buradan ki, Zülfü birini də mənim üçün yazdı. Sonra dedim, ayıb çıxar. Deyəcəm, dilənsiz artıq. Səsimi çıxartmadım Zülfü o ki, qədər yox, gözəl ayıb. uşaqdır, Amma Səidə. Zülfü, sağ Səidə, ol, mahnı ürəyin bilən- var olsun. Bir Deməli, mahnı mən... bilənçisi necə olmaq? Yox da adam Mahnı utanır. necə dilənirlər bir dəfə. Nə biləyim mahnı verirlər, nə olar. Mən məsələn dilənirəm. Dilənirəm olacam sən ki, Vaqifdən. Vaqif müəllimdən dilənmək Vaqif nədir? müəllimi tanıyandan deyir ki, sənə mahnı Maşallah. yazmışam, sənə mahnı verirəm, sənə mahnı verirəm. Qardaşım, İnşallah. Arzunuza çatasınız. Amma dostlar, İnşallah. mən istərdim ki, bizim ən gözlənilən rubrikamız Aha. Nəsib olsa, etiraf olsanı izləyək. Teymur əmi burada olsaydı deyərdi, bala, əmi canı qəti qorxusu yoxdur. Elnur, sən ilk dəfə bizim qonağımızsan və həyatında Doğrudan siftədir səndə. Qədəmlərin mübarək. qədəmləri mübarək ayçin. Yəni o Dərdimi təzələmə. Yaxşı, sakit. Yox, axır Hop. ki, ipimi belə oğradılar da. Gör indi hansı gündə Elnur gəlib. Bugün iki qat çox bayramda, gözəl gündür, valla. iki qat əziz insanlar qonağımız. Nəsibin Elnur, də ayağı gün güldür, Mən mənim çox də üzr ayağım istəyirəm. Sizin kollektivdən üzr istəyirəm. Mən sadəcə vaxt imkansızlığından gələ bilmirdim. Bu, yəni başqa bir şey yozulmasın, Başqa bir fikirləşilməsin. şey ola da bilməz. Sadəcə mən Yox, inanın keçən ayın oktyabrında mən Azərbaycanda Keçən ilin tapılmıram. oktyabrında. Həqiqətən keçən ilin oktyabrında mən Azərbaycanda demək olar ki, elə gəldim, salam, sağ ol kimi Nəyə görə qaçdım. tapılmır birazdan söyləyəcəm. Bu barədə danışacağıq. Amma indi həyatınızın etirafını səsləndirəcəksiniz. Yəni Heç kimin sonunda bilmədiyi- gəldim də. Hə. Axır ki gəldim. Heç kimin bilmədiyi, heç yerdə səslənməyən bir etiraf. Elnur, yəni belə deyək də, uşaqlığından bağlı ola bilər. Heç kimin tanımadığı bir Elnuru deyə bilərsən. biz yalan deyən adam deyil. Ey buna. Səidə bir dəfə gəldi, elə bir etiraf elədi, çıxdı, getdi. Baba ilə bağlı da, rəhmətli Yo, kişinin bağlı. mamamın dedim ki, deyim gənə. Nə, ya demə. Hə, dedim də. Pul oğurlamağın. Hə, dedim uşaqdım mamamın cibindən pul oğurlamışdım. Elnur, buyur, səndən etiraf səslənir. Vallahi etraf nə deyim? Vallahi elə bir şey yoxdur ki, mən etiraf Nə elə edirəm. bir şeyim var ki, Mənim hər bir şeyim yüzdə olub, qurban olum. Yəni bəlkə uşaqlıqda bizim heç kimin bilmədiyi bir məqam olub. mən etiraf Ha, eləyim. etiraf elə. Səidə Mən etiraf elə. şəxsən etiraf eləyirəm ki, mən məktəb vaxtı dərslərimi yaxşı oxumamışam. Uzaqbaşı müəllimlərim deyib, ay sarı körək, bir dənə dur mahnı oxu. Mən dedim, şiir bələnib nə qarşımda durmusan. Mən də Anam eləyirəm, heç. sənə qurban, ay sarı köynək. Qiymət verirdilər, Qiyməti oturdum uşaq idim də. oxumaqla Nə alırdı. olar? Sən də hələ bir cür oxuyub Hə də, alırdın. hələ bir cür oxuyur, mənim də oxumağım o idi. Hə də, Uşaqlıqda sən- sənət onu seçmişdim. Ha, sözün əsl mənasında oxuyurdun, qiymətli alırdın. Bəli, amma Gözəl. nəğmə dərsindən 5 alırdım həmişə. Elnur da idmandan 5 alırdı həmişə. Yox, mən bütün dərslərimdən 5 almışam. Niyə Əmək görə? dərsi var idi o vaxt yadımıza gəlir. Hər evdən yemək zad hazırlayıb gətirir. Mən bütün dərslərimdən 5 almışam. Bilirsən necə? Səidə dediyi kimi. İmtahanlara kimsə hazırlaşıb gəlirdi. Mən oxuyub mahnı oxuyaraq. Sən Sən imtahan hansı salırdım. mahnını oxuyurdun Elnur? Mənim ilk mahnım olub, indi oxuduğum Azərbaycan mahnım. Aha. Maşallah. Ondan da əvvəl Allah rəhmət eləsin Cavanşir, Əfsər Cavanşirova Bənəşi Uşaq Xorunun rəhbəri idi. Ondan öncə də ilk, yəni 9-8 yaşında oxuduğum Yurdum yuvam məskənim sən Azərbaycanım. Bu Azərbaycan olub və sonra da sırf efirə çıxanda 9 yaşından solaya başlayandan o da Azərbaycan oldu. Sən Yəni etiraf. Onda etiraf. Vallahi elə bir şeyim yox. Onda qeyd edim ki, canlı efirdə bu bayram konsertini sizə təqdim edirik. Qurban olum, mən bir şey deyim. Elə bir şeyim yoxdur, mən etiraf eləyim, gizlədim. Mən elə, yəni sənət adamlarından deyiləm, açıq deyirəm. Mənim nəyim olubsa üzdə olub. Kimi gözün götürmür onu etiraf elə show biznesdə.
Paçı 99%. Ay sağ ol. Bax bunu etiraf elə. Yox, gözüm götürmür, yox. Yəni zəhlən gedir. Zəhlə zəhlən gedir. Estağfurullah, estağfurullah. Yo, özünü tanıyan insan heç kimdən zəhləsi getməz. Ümumiyyətcə, üzürsə, milyon dəfə efirdə hər kəsdən zəhləsi gedir kəlməsini mən həyatı boyu istifadə eləmirəm. Kimi Əvvəl hardasa 99%-ni istifadə edə bilərəm. bəyənmirsən. Bəyənmirəm deyil, münasibətim yoxdur. Bəyənmək deyir ki, Gəl bura. əslində bilsən nədir, Nəsib? Hə. Çoxsu demirəm, bir də görsən bəzi var insanlar ki, hörmət eləmirlər nəyəsə xatır. Yəni ki, çox belə. Yox, bizə aid deyil. Yox, Bizə var, kimsə var, hörmət yəni, deyil. yox, Bizi amma- görəndə kimsə də çəkinirsə, belə eləyir ki, o başqa O bir mənada şeydir. demirəm, Amma ha, elə- hörmət deyil, biz... Nə mənada? Yəni bir də Hacı. görsən elə özünü aparır ki, sənin ondan stajda Səndə böyük Elə, olduğunu. elə özünü aparanları da yerinə oturda bilirsən sən. Sən yerinə oturda Mən bilirsən. kökü deyim də, kökü. Elnur'un ifasıyla devam edək. Bizim nədir, etirafımız yoxdur ona görə ki, biz həyatda olduğumuz kimi də efirdəyik. Təbii ki. Açıq deyirəm, eynən bax bu qız. Ona görə milyonlar bu qızı dəstəklədi. Ya, elə Bəli. belə deyil. Açıq Onda deyirəm. Elnur səndən bir etiraf gəlməsə mahnı gəlsin. Hansı mahnı? Səslənir. Sevgimizin yağışı. Mən Bay bəxtimə- bay bay sevgimizin yağışı. Evimizin ağına sarı aynalarda şehir yazır. Köyde dolup yere yağır, ilham alır bize bakır. Bakışların aziz doğmar, sessizlikle beni boğmar. Danıştındır sevgin sirdir, arzukanı bizden kovma. Sevgilim bak yağış yağır, sen beni astaca çağır. Damlaları yere yaksın, eşkimizden fıçıldasın. Sevgilim bak yağış yağır, sen beni astaca çağır. Damlaları yere yaksın, eşkimizden fıçıldasın. Hayat senle çok güzeldir, yağışı karı güzeldir. Nefesin sakit sesi, eşkle dolu bir gazeldir. Eşkimize güneş saçan, kalbimizde bir heyecan. Sevgimizin hediyesi, arzumuzun hikayesi. Sevgilim bak yağış yağır, sen beni astaca çağır. Damlaları yere yaksın, eşkimizden fıçıldasın. Sevgilim bak yağış yağır, sen beni astaca çağır. Damlaları yere yaksın, eşkimizden fıçıldasın. Sevgilim bak yağış yağır, sen beni astaca çağır. Damlaları yere yaksın, eşkimizden fıçıldasın. Sevgilim bak yağış yağır, sen beni astaca çağır. Damlaları yere yaksın, eşkimizden fıçıldasın.
Bravo. Bu romantik axşamda, bu bayram bu havalı axşamda. Mən Aygün Quliyevaya təşəkkürüm bildirirəm. Təşəkkür ederim. Əyləşin, buyurun. Bizim rahat Fuqa divanlarımızda Türkiyənin tanınmış mebel brendi Fuqa Mebel hər zövqə uyğun qonaq. Çox Yataq, gözəl, yumşaq mebelləri və bol çeşiddə mebel aksesuarları ilə xidmətinizdədir. Fuqa Mebel mənzil və evlərinizin peşəkar səviyyədə dizayn edilərək mebellərlə təmin olunmasını həyata keçirir. Fuqa Mebeldə 2017-ci il kolleksiyalarında 40% endirim kampanyası hələ də davam edir. Vaxt itirmədən bu kampanyadan yararlanaraq siz də zövqünüzü oxşayan rahat mebellərə sahib olun. Babək prospekti 21-99 və bizim dadından doymadığımız tamaşa miad düyüləri, dadı damağımızda qalan yeməklərin sirri həm də onun tərkibində gizlidir. Sevdiyiniz təamların bir çoxunda düyü var. Əgər hələ də düyünün ən yaxşısını axtarırsınızsa, tamaşa miad düyüləri haqqında demək ki, eşitməmisiniz. Bircə dəfə istifadə kifayətdir ki, tamaşa miad düyüləri süfrənizin olmazsa olmazı olsun. Özünə məxsus ətri, dadı və bişdikdə 7-8 mm qədər artan tamaşa miad düyüləri süfrənizin əvəz edilməz neymətidir. Ailənizin ən xoş anları həm də süfrə ətrafında keçir. Xoş anlarınıza vasitəçi olmaq da bir ayrı gözəldir. Tamaşa miad. Aşımız bir tamaşa, işimiz bir tamaşa. Növbəti məlumatım xanımlar sizin üçündür. Lenor haqqında söyləmişəm, yenə də söyləyirəm, paltar yumşaldıcısıdır. Əsas 4 xüsusiyyəti var. Birinci, Lenor paltarları yumşaq edir. İkinci, təravət qoruyucu texnologiyaya malikdir. Bundan əlavə paltarlarda qırışıqları azaldır və ən nəhayət paltar yuma zamanı Lenor istifadə etdikdən sonra ütü prosesi asanlaşır və siz əziyyət çəkmədən bütün paltarlarınızı rahat ütülüyürsünüz. Buna görə məsləhət görülür ki, paltar yuma zamanı yuyucu vasitə ilə bərabər Lenor paltar yumşaldıcısından da istifadə edəsiz. Hər səhər təravətli paltar geyinmək hissindən gözəl nə ola bilər? Lenor qatılaşdırılmış yumşaldıcı və onun təravət qoruyucu texnologiyası ilə bu təravəti gün boyu qorumağın sirrini tapdım. Səhərdən axşama qədər və mən bunu sevirəm. Lenor qatılaşdırılmış yumşaldıcılar Ariel tərəfindən tövsiyə olunur. Və davam edirik. Səidə, Elnur, təbii ki, mən istərdim bayram İnan sevinci neçə insanı... vaxtlardır Səidəni görmürəm. Bir sənə qədər savab iş qazandı. Bura qalıb söhbətiniz başa düşmədim. Qardaş, bir sual verim. Uşaqlıqda, ümumiyyətlə, bayramlar insanı uşaqlığa aparır. Uşaqlıqda yıxılmamısınız. Uşaqlıqda yıxılmamısınız. Hə, Elnur, bu Ramazanla bağlı sənin öz uşaqlıq xatirələrin, Səidə, sənin bu xatirələrinizi, yəni ailəlikcə necə keçirirdiniz? Necə olurdu? Mən bir sizə açıq söz deyim. Elnurla Səidə uşaqlıq yaşamayıblar. Ən gözəl uşaqlığı bir Onlar uşaqlıqdan işləyiblər, çalışıblar. Yox, estağfurullah. Buyur, necə keçirmirsən bayramı? Mənim adi bu səhnəyə gəlməyim təsadüf olub. Etiraf deyirsən, qoy eləyim. Düz efirdə demişəm, bəlkə uşaqlıqda yadda da. qalmır. Yaxşı, dinən, etiraf. Bax, mən açıq deyirəm, mən bu səhnəyə təsadüf gələn bir insanım. Mənim şəxsən atam, düzdür, qızıl fonta səsi var mənim atamın. Mənim atam vaxtı ikən Lübitil oxuyan olub. Yəni, Həvəskar müğənni. Həvəskar müğənni olub, Lübitil. Rus dili bilmirsən, yox bilirəm. Diversə qırvayıtsa. Ona çöndü. Rus dili dərsləri Elnurla davam edir. Yox, nəyi deyirəm? Həqiqətən, imkan verməyəcək ki, Allah qohumlar yığışıb bizi öldürürlər. Etirafdır yaddan çıxır. Mənim şəxsən atam, mən həyatı boyu, mən bu sənətə gələndə deyib ki, yəni bu sənətdən uzaq oldu. Sən inanırsan ki, mənim Get də fərli bir sənət seçəcəm. rəhmətli atan deyirdi, Səidə Allah get kişiyə rəhmət eləsin. hamamda oxu, Mən o orada kişini yaxşı tanıyırdım. eho var. Həqiqətən də, bax, Səidə Toçun atasına oxşayıb. Allah. Həqiqətən deyirəm, Səidənin atası tanıyırsan da, qardaş, qurbanım. Düzdür, mənim qədər tanıya bilməzsən. Çox belə canlara dəyən insan idi. Allah ruhu şad olsun. Allah qalanlara can sağlığı, Yəni nə keçənlərə deyirəm? rəhmət diləyir. Təsadüfən bu sənətə gəldim. Təsadüfən. Mən iqtisadçı hüquqşünasam. Mən İqtisad Universitetini bitirmişəm. Hərdən müəllimlər görəndə mənə deyir ki, ay balam, sənin təyinatı İqtisad Universiteti müğənniliyə verdi. Deyirəm, yox müəllim. Sadəcə mən öz sayəmdə ayaq üstə durmağa çalışdım. Bəs müğənni olmasaydı Elnur Məmmədov kim olacaqdı? Mən deyim, mən müğənni olmasaydım, mənim rəssamlığım var, mənim heykəltaraşlığım var. Elnurun bir eskizləri var, onu da söyleyeyim ki, maraqlı eskizlər çəkir. Modeliyerliyi var. Söz verirəm, bax sənə. Mən onu Heç bir sənət adamını eləmərəm.
Səidəyə eləyəcəm amma. Çox Nə Elnurun eləyəcəksən? çox Nə? gözəl zövqü var. Səidən ha. bir klipini inşallah istəyəndə niyə də yox? bütün geyimlərini özüm Uy, eləyəcəm. sevərək, Özün hazırlayacaqsan. sevərək. Özdə Bala, əl nə işləri istəyirsən hamısı. bala? Mahnı hədiyyə gəldi. Ay, mən Klipin keyfdəyim, ay paltarları Allah. hədiyyə gəldi. Qurban, sən Çox şükür, ay çoxdan Allah. keyfdəsən. Prosta qulaq asmırsan bizə. Onda Səidənin də Can. canıma yazıq yeni mahnısı. Hə, yeni mahnı. Yeni Canım, mahnısını canım, gözləyin. uğurlu olsun. Reklamdan sonra dərhal canıma yazıq yeni hiti gəlir. Tural, reklamlara ayrılırıq. Arada hicaz, arada caz nefesler bir yanımız her duruma müsait. Ne kadar uyarsa o kadar ister ah içimizde. Gururunu rehlenir, üstüme sürüyüp yere yapsak gazaplanır. Gölgeler söner bahçeler, üstümde yener. Seni derdim durum benime, canıma yazık. Karıştı alem araya girdiler olan olmazı söylediler beni senin gözünden saldılar neyleyim seve seve beni sana sildirdiler neyleyim Karıştı alem araya girdiler olan olmazı söylediler beni senin gözünden saldılar neyleyim seve seve beni sana sildirdiler neyleyim Deli şeytanım bir geri dönesen yüreğim tek ağlar her bir gelesen Deli şeytanım bir geri dönesen yüreğim
Deməli, bütün çimərliklərdə, bütün partilərdə bu yay bu mahnı oxunacaq. Sadəcə olaraq Səidə, o sənə mən canıma yazıq. Ondan qabaq nə deyilir? Prosta tez-tez deyilir Aha, deyə, bir dənə, rep oxşayır. bir dənə. Deyir, ürəyin susub yenə, qürurun ürəklənir. Onu bildim. Mahnı ilə deyir. Yox, bildim. O canıma yazıq. Üstümə şığıyıb yenə yad tək qəzəblənir. Kölgələr, şübhələr, qara şərlər üstümdə yenə. Sənin dərdin qürur, mənim ehcanıma yazıq. Sənin dərdin qürur, mənim ehcanıma yazıq. Yəni mən yazığım. Vay, Deyim can, sizə, bala, musiqisi və sözlərim. Deməli, Murad Zeynallının. Aranjmanı isə Elvin İmanova aiddir. Mix isə Fərid Ağa. Elvin İmanov hansı? Elvin, saqqallı Elvin İmanov. Saqqallı Elvin. Saqqallı Elvin, salamlarıq, əla. Aranjman çox gözəl, əla. Və bu mahnıda elə 100.5 FM və Xəzər FM-də eksklüziv olaraq səsləndi. Təqdim elədik. Allah səni mənə çox görməsin, ay nəsil. Səni də mənə, sizi də mənə çox görməsin. Mən gələn səfər bura mütləq şəkildə üzərliklə gələcəm, fırlayacam başına. Fanatı gördün, təzə fanatı. Tüstüsüz, iyisiz üzərliyi var da, yandır pələng. Pələng, xahiş edirəm. Elnur, Səidə, hazır olun, çünki suallar yağacaq indi üzərinizə. Nəsib olsa, sual olsa gəlir, dostlar. Buyur, Nəsib. Deməli, 5 sürətli sual səsləndirirəm, 5 sürətli cavab, qısa, lakanik və içdən gələcək. Xahiş eləm, naturallə. Necəsən, mən də deyəcəm, yaxşıyam. Gəlsin onda. Elnur, təsadüflərə inanırsan? Hərdən. Kimə qovuşmaq üçün günləri sayırsan? Onu ürəyimdə bilirəm. O qoy elə ürəyimdə qalsın. İnşallah tezliklə qovuşasan. İnşallah. Qəlbini qırıb sonra yapışdırmaq üçün şirinlik etdiyin kim olub? Heç kim. Anam və atam. Başqa həyatı boyu heç kimə. Kimin yolunu 1 saat, kimin yolunu bir ömür boyu gözləyərsən? Kimin yolunu? 1 saat, kimi 1 saat gözləyərsən, kimi bir ömür boyu gözləyərsən? Ona dəyən insanı. Bəs 1 saat kimi gözləyərsən? Yəni ömür boyu dəyən insanı Bəs gözləyərəm. 1 saat kimi gözləyərsən, 1 saat Heç kimi, cəmaat məni gözləyir. Mən niyə kimsə gözləməliyəm? Vay. Görəndə üzünü çevirdiyin kimsə var ətrafında. Çoxları. Elnur da harası gedədir, belə gəzir də. Yox, mən ümumiyyətcə sevmirəm. Öpüşüb görüşməyi sevmirəm. İndiki dəb halında olan bunu sevmirəm. Hər kəs inciyir məndən. Mən ona görə hamını görəndə belə eləm. Salam. Salam əleykum. Təşəkkürlər səmimi cavablara görə. Səidə. Doğrudan canına yazıqdır. Nə? Doğrudan canına yazıq. Yox, heç də yazıq deyil. Yazıq deyil. Canım qəşəng candır. Səncə də subaylıq sultanlıqdır? Yox, kim deyir, yalan deyir, o da sultanlıqdır. Düzdür. Əsəbi olanda kimi və ya nəyi düşünüb gülümsüyürsən? Əsəbi olanda kimi görsəm, balacalarımızı görsəm evdəkidə, bacım, bizimkiləri görəndə gülürəm. Onlar mənim ürəyim açılır. Onları düşünüb də belə... Bəli, onları düşünsəm də belə ürəyim, nasırəyim açılır. Əla. Qarşına yad planetli çıxsa ilk sözün nə olar? Bu nədir Allah, yekə kişisən? Bəlkə o kişi deyil. Deyilənə görə yad planetlilər... Yox, bu nədir Allah? Həm ondan da, həm bundan. Nə ondadır, nə bunda? Onda belə elirdi. Bu nədir Allah, yekə kişiciysən? Darxanda dur gəl dediyin kimsə var? Var. Deyirəm, dur gəl, gəl yanıma. Oha. Var. Lap yaxşı olsun və bizim də yaxşı Sopsan dekorativ sədəf boyamız var, ən rəngarəng sponsorumuz. Sopsan dekorativ sədəf boya daxili divar boyasıdır. Çəkildiyi səthlərdə divar kağızı effekti verir və işığın təsiri ilə dəyişik rəng çalarlarına bürünür. Evlərdə, ofislərdə və otellərdə dekorativ məqsədlə istifadə olunur. Su tərkibli olduğu üçün tamamilə qoxusuzdur. Dekorativ boyaların məkanı təbii ki, Sopsan boya. Sopsan dünya boyandıqca gözəldir. Ətraflı məlumat üçün Ulduz 4545 və əziz xanımlar, Lenorun xüsusiyyətləri haqqında sizə məlumat vermişdim. İndi də necə istifadə etmək lazımdır, söyləyirəm. Xanımlarımız paltar yuyan maşınlarda yuyucu vasitələr üçün olan bölmələri istifadə edirlər və baxanda fikirləşirlər, bu bölmələrdən biri yuyucu toz. Digərinə ağardıcı tökürük. Bəs üçüncü nə üçündür? Səidə, üçüncü nə üçündür? İndi deyirəm qulaq as. Bax, o yer məhz Lenor üçündür. Yadınızda saxlayın ki, Lenoru birbaşa paltarların üzərinə tökmək olmaz. Lenor yuyucu vasitə deyil. Ona görə də paltarlarımız yumuşaq olsun deyə onu yuyucu vasitə ilə birlikdə istifadə edin ki, paltarlar yumuşaq olsun, az qırışsın və asan ütlənsin. Hə? Xalqın içində yaşayam da, adi vətəndaşam da mən.
Və mən onu deyim ki, doğrudan da xanımlar, doğrudan deyirəm. Yəni onunla paltar yuyulanda, sonra paltar quruyanda iynir səni. Adama necə ləzzət eləyir, necə təmiz. Paltar çikdə olanda o iyi üstündə saxlayır, çox təmiz olur. Biraz ki, Lenor bax belədir. Səidə, xahiş edirəm bunu götür. Bu Lenorun adından, çox sağ ol, Lenorun adından. Və dostlar. Amma doğrunu demək Niyə bir də lazım. geçən klip çəksinlər də? Yox. Klip çəksinlər. Paltar iynir, Səidə hara gedir klipdə? Canıma yazım. Pələngin mahnısı gəlir. Pələng gəlir. Akşamınız xeyir olsun. Allah'ın xodunu. O xodunu alın pələng. Akşamınız xeyir olsun. Pələng bayramı Hörmətli var, ay pələng. tamaşaçılar, qonaqlar, nəsə axşamınız xeyir, bayramlarınız mübarək. Səndən bayram. Ramazan bayramımız mübarək, hörmətli tamaşaçılar. Pələng. Hərbiçilərimizi təbrik edirəm. Bəli, pələng. Bir sualım var idi, istəyirəm o sualı sənə verim. Bayram, uşaqlıqdan bağlı, bayramla bağlı hansı uşaqlıq xatirəm var? Mən elə indi də bayramlar olanda bir o elektronikanın macərası filmi üçün darıxıram. Bir də Buratino filmi üçün. Buratino üçün darıxmısan. O filmə baxmaq üçün darıxıram. İnternetdə zaten ləzzət eləmir. Ancaq televizorda bayramlar. Televizorda. Biz onda xahiş eləyək, sabah Buratino versinlər də, proqram departamenti. Xahiş eləyək. Süleyman müəllim, bir də o yayıma bir dənə Buratino pələng üçün salında. Bir hissəsində monitorun pələngin şəklini belə. Düşürəm aşağı görməyə səni. Qonaqlarımıza ürək sözün. Uzun ömür, can sağlığı, səsləri həmişə belə olsun. Ülvi məhəbbət bədəndə figura. Təşəkkürlər pələng. Onlarla işim yoxdur. Təşəkkürlər pələng, təşəkkürlər. Dedi, getdi. Pələngin mahnısına bax. Səidə, sən başa düşərsən nə oxunur bu mahnıda, hə? Onu evdəkilər başa düşür, mən başa düşürəm. Bir dənə bəlkə ora zəh vurasan, örgənəsən nədən oxuyur bu mahnı? Əslində bilirəm, doğrudan yadıma saldım. Mən xalam qızları axı İrandadırlar da, yəni Bilirəm. özü orada konservatoriyada oxuyur, təsəvvür elə xalam qızı. Maşallah. Oradakılar da musiqiçidirlər. Oradakılar da musiqiçilərdir. Cənubi Azərbaycandan bizi Cənubi izləyən bütün doğmaları, əzizləri, öpürəm. hər kəsi Azərbaycanlılarımızı, dünyanın dörd bir yanında olan Azərbaycanlıları salamlayırıq. Və onu deyir ki, mahnı salamlar. sözləri, deməli deyir, öl pəri, yan pəri, hamı mərə getdi, sən qaldın, mənası odur. Acıqıcı verir, acıqıcı mahnısıdır. Görürsən, deyir, hamı mərə getdi, sən qaldın, öləyi yan. Ay Elnur, Pələng məsələn dedi ki, bayramlar mənə uşaqlığıma aparır. Buratino hər zaman multfilmini izləyir, cizgi filmini verirdilər, izləyirdik. Səndə bir yəni nə uyğunluq uşaqlıqdan nə qalıb yadında? Yəni tək Ramazan olmasın, ümumiyyətlə bayramlarla bağlı. Uşaqlıq, mən... Uşaqlıq əlbəttə ki, insan... Mən bu nə deyil, hər şey yadına çarpmışam, danışam. Uşaqlıqda bayramda maraqlı, nəsə. Valla mən, nə deyim? Dünən yediyin heç deyəsən yadında deyil. Yox, əstəğfurullah, yadımdadır. Mən indi necə gözəl həyat yaşayırıqsa, valideynlərimiz yanımızdadsa, qurbanım Allaha, bütün dünyasını dəyişənlərə Allah rəhmət eləsin. İndi necə gözəl əhvalı ruhiyyədəyəmsə, yəni dünənim də elə idi, bugünüm də belədir. İnşallah sabahın da elə olar. Elnur, İnşallah. Səidə, sənin uşaqlığından nə xatirələrin var? Mənim əslində uşaqlığımdan çox xatirələr var. Bayramla bağlı. Bayramla bağlı. Bayram, onu bilirəm ki, mən uşaqlıqdan, yəni birinci sinifdən oxuyandan, mama onda bağçada, onda o vaxtı zavç idi. Allah canını sağ eləsin. Allah bütün anlarımızın canı sağ Amin eləsin. Allah'ım. Mamam proqramını götürürdüm. Birinci sinifdə bütün proqramı, bağçada olunan proqramları götürürdüm, gedirdim birinci sinifdə bütün uşaqları yığırdım başıma. 6 yaşım var idi və bütün bayramı təşkil edirdim, səhnəcikləri ilə, hər şeyini təşkil edirdim. Qonaqlar da gəlirdi, valideynlər də gəlirdi, baxır dedi ki, ay Allah, bu uşaq... Pulsuz konsert. Yəni, hər Novruz bayramı olurdu, Novogod olurdu, hər bayramda axı konsert olurdu axı, məktəblərdə elə idi. Və mən yəni birinci sinifdən təşkilatı işlər görmüşüm. Yəni, ta ki 9-cu sinif, 7-ci sinif, yəni məktəbi qutarana qədər ömür boyu təşkilatı işləri mən görmüşəm. Əla, çox gözəl. Bayramlar təşkil etmişəm, məclislər yola vermişəm. Əkəc arvad deyil, bu əkəc arvad deyil. Gəl bura Elnur, gəl bura. Günləri sayırdıq ki, bayramlar gəlsin. O bişdişin, o paxlavanın, şəkər buranın, qoğalın ətiri gəlsin burnumuza. Günləri sayaq Elnur. Sayaq. Günləri sayırıq, nəsib olsa da. Elnur Məmmədov ifası. Günler sayırım bir, qovuşum sənə sevgilim. Həsrətin üzür məni, hardasan, yanay sevgilim.
Bravo Elnur, mükemmel aranjman, Hə, super canım. ifa. O Mən- skripkaların orada, o sinkron, bəh. Bu mahnının musiqisi Tahir Mahiroğlu'na aittir. Salamlayıram. Bəli, sözlər də Bəxtiyara aitdir, Ələkbərova. Aranjman da kimə aitdir? Yadından çıxıb. Bilmə bu verilişə nə qatmısınız sularımız adıma? Heç nə yadımda qalmıyor. Amma bir dənə o yadımdadır ki, musiqiçilərim Türkiyədən yayılı gündəmə mən təşəkkürümü bildirirəm. Onlar Efendim, teşekkürler. dəyişilməyən Kocaman alkışlar sizin için efendim. dəyişilməyən müzisyenlərim. Bəli, bəli, bəli. Veysel Samanlıoğlu'na həmişə nəyə görə adını çəkirəm? Çünki o izləyir Azərbaycanı. Həqiqətən çox istəyir Azərbaycanı. Həmişə də deyir, nədən mənim ismimi çəkmirsən? Her zaman da söylüyor, Bildiğin neden çekin. saçlarım beyazlanmış arkadaş? Aytac Doğan'a mən təşəkkürümü bildirirəm. Çox sağ olun, təşəkkür edirəm. Var olsa Elnur, bu mahnı xüsusi yeri var da sənin repertuarında. Çox, hə, Tural? Təşəkkürlər. Ləzzət elə də sənə də deyəsən. Nəsə günəşlənmirsən ha, dünən deyəsən dənizdə, partidə olmusan. Hə, bax. Elnur, həqiqətən də bugünkü bu iki qat bayram sevincinə əsl bayram ab-havası qatırsınız. Təbii ki, biz bayramlardan danışırıq. Arzu edirəm ki, hər günümüz bir bayram sevinci ilə, Amin Allah. unudulmaz olsun, Elə onu doğmalarımızla, demək istəyirdim. sevdiklərimizlə. Günləri sayıram, söylədim Ancaq ki, gözəl qovuşdum sənə şeylər sevdim. deyir, bəli. Sözlər də Mən gözəl. bu momentlər bilirsiniz, mən çox həssas bir insanam və bu son zamanlarda o qədər belə kövrək belə olmuşam. Doğrudan. Ancaq dostlarıma deyirəm ki, valla hər birinizin xoşbəxt günlərini görmək istəyirəm. Valla Elnur, bəlkə deyirəm. qocalırsan, ondan bağlıdır, ha? Əlbəttə ki, sözsüz ki. Qocalıq Yaşınsa əsasıdır yaş gəldikcə müdrikləşməkdə insan- axı. Hər il İnsan gəlir, yaş üstə yaş müdrikləşir, qocalıram. müdrikləşir və Düzdür. İnan insanları sevirsən. burada Səidəni də gördüm. Çox sevindim. Və gələndə də bir başqa bir dostumuzu gördüm. O qədər sevinirəm dostlarımın uğurlarını görəndə. Səmimiyyətimə inanla, doğrudan deyirəm. Yəni mən bəziləri kimi falşiv insan deyiləm. Mən olanı deyən bir insanam. Heç nədən çəkirəm bir insan deyiləm. Maşallah. İnşallah Səidə çox istəyirəm xoşbəxt olasan. Amin cümləmiz, Həqiqətən. Aylnur, cümləmiz xoşbəxt. Amin, amin deməyənlər burada, amin. Bütün dostlarımızın uğurlarına çox sevinirəm. Amin, amin. Arzulayıram daim Allah Teala hamımıza gözəl günlər nəsib eləsin. Və bir-birimizə ehtiyacımız ancaq gözəl günlərdə olsun. Gözəl mənada bir-birimizə ehtiyacımız olsun. Bəli, bəli. Var olaq. Həp körətdin bu bayram, sən yaman kövrək olmusan, Görmürsən, ağlayıram. Ay Elnur. Amma təbii ki, dostlardan danışdıqsa uzun illərin dostu Hikmət Hüseynov və Made in Azərbaycan Emiland Modalar evi. Elnur, sən də bilirəm ki... Səndə nədir, başa düşmədim. Bilirəm, baxın. İmzanı mən Hal-hazırda, eləmişəm. baxın. Yaxşı görə imzanı mən atdım. Baxın. Baxın. Babam, köynək niyə Emilət deyil? Köynək niyə Emilət deyil? Təpədən dırnağa qədər Emiləntçi olmalısınız. Çünki çox rahatdır, çox peşəkardılar. Hikmət, səni salamlayıram, Asif, səni salamlayıram. Həqiqətən bir dənədirlər. Bir dənədirlər. Bir dənə Emiland markası mən bir onu dənədir. deyə bilərəm ki, bu həqiqətdir ya Səidə, reklam naminə demirəm. Mən bir çox dünya brendlərinə son qoymuşam. Emiləndi tapandan sonra. Sağ olsun, Hikmət Açıq Hüseynov, deyirəm, Emiland vallahi. markası. Maşallah, Nəsib, Maşallah. sən verilişin sponsorları hamısı doğrudan, yəni nəyəsə görə demirsən, xala xətrin qalma, onu yəni bizi məcbur eləmirlər ki, deməyə. Sponsorlarımız da Amma faydalıdılar. Hə, yəni ki, təşkilati hamısından görsən dəstəkçilərimiz də. deyirik, yaxşıdır. Və Trend Studio... Yaxşı sponsor, O, yaxşı Trend sponsorluq eləyər də. Trend Studio Master Tural Tural abi. uzun illərdir ki, saç düzümümü, saç kəsimimi ona etibar edirəm. Solmaz xanım da buradan salamlayırıq. Cana, Solmaz Və xan. təbii ki, təşəkkürlər. Edelweiss Gül Butiki. Güllərimiz hər bir günümüzdə, hər bir təntənəmizdə özəl olaraq Edelweiss'dəndir. Edelweiss yalnız və yalnız Edelweiss. Orada yoxdur, hər şey var. Təşəkkürlər Edelweiss'ə. Çox sağ olsun. DJ Tural təşəkkürlər, var olasan. Strafor Kəsim Nahid. Özəl günlərdə özəl dekorlar yaradırlar onlar. Nahid, sənə və bütün komandana, Strafor Kəsimə təşəkkürlər. Əziz tamaşaçılar, siz də öz özəl günlərinizdə Strafor Kəsimə müraciət edin. İska alt xət İsmailov Instagram səhifəli, İska fotoqraf. İska fotoqraf, salamlayırıq onu da, Xəzər TV'nin rəsmi fotoqrafı. Və
Bugün lazım idin ay İska. Hə, Sabaha hazırlaşıb İska. bayramlıq aparmalıdılar. Ay Səidə, ona görə Doğrudan, hazırlıqlar yaxşı. var ha Can, İska. təbrik edirəm, Təbrik İska. edirik səni Xoşbəxt də. ol, əzizim. Və təbii Mənim ki, üçün olsun. bütün dostlara hamıya təşəkkürümüzü bildirdik yəqin. Nesib alt xətt olsa Instagram səhifəmiz, elə İska admində orada təbii ki, yay istirahəti artıq yavaş-yavaş düşünülür. Elnur bu yayı necə istirahət edəcək? Valla Almanya'ya gedirəm, Kanada'ya gedəcəm, Amerika'da olacağım. Karoçi, Elnur keyf eləyir. Yenə də Allah haqqı. Fransız xalqı keyf eləyir. Əcəb eləyirsən, gəz bala, gəz. Gedirəm orada Gəz iki dənə məclislər var, həm ziyarət, həm ticarət. Yox, Nə ilə bağlı estağfurullah. gelirsən? Sırf istirahətlə? Sözün açığı, Almanya'da dostumuzun şad günüdür. Elə bayaq dediyin kimi, bəli. Aha. Birgə dostumuzdur. Seylanın buradan təbrik edirəm. Xoşbəxt Xoşbəxt olsun olalım. inşallah. Təbrik edirik. Həm ora gedirəm, oradan üzr istəyirəm ailəmlə Kanadaya gedirəm Bəh, bəh, gözəl, və gözəl. Fransaya gedəcəyik inşallah. Görək də. Yəni belə şəxsi təyyarəsinə oturur. Şəxsi təyyarəsinə oturur. Yəni, Pilota deyir ki, vəziyyət belədir. oradan 20 manatlıq 95 vur getdik. 20 manatlıq 95 vur getdik. 1 manat da zapravşka ver oradan. Elnur, sağ salamat get. Təşəkkürlər. Səidə, sən hara gelirsən? Mən vallah Göyçaya gedəcəm, gələcəm. Hara Və gedəcəm? bir də Dağıstana gedəcəm sözün Elnur. açığı. Hə, inşallah. Yaman tez-tez Dağıstana gelirsən. Səidə, sən istirahətə harada edəcəksən? Buradan söyle. salamlayıram. Mən Bütün- toparlarsa. Bildim. Niyə görə tez-tez gedirəm mən deyim. Aha, buyur. Mən Dağıstana gedəndə elə bilirəm ki, Azərbaycandayam həqiqətən. Çünki Dərbəndin. Təbii ki, Şimali Azərbaycan. Əlbəttə, Şimal Dərbəndin inanın ki 60-70% Azərbaycanlılarımızdır. Bəli, Özdə bəli. bizim bilsiz nə hansı Azərbaycanlılarımız kimidir? O dədə baba deyirlər. O məsəl üçün canı dildən bu cür Azərbaycanlılarımız var ha. Çox gözəl. Salamlayırıq hər birini. Salamlayıram. Və sən ora gedirsən təbii ki, Dağıstan dövlətinin rəhbərindən sənin şəkillərini gördüm Instagramda. Bəli, mən- Nəsə bir konsert proqramından əlaqəlidir və yaxud da nəsə- İnşallah konsert olacaq. İnşallah mən buradan salamlayıram və mənə təşəkkür bildirdi. Dağıstan prezidenti Ramazan Abdulatipoviç mənə təşəkkür bildirdi. Mən çünki Dərbəndə mən klip və mahnı bəstələdim. Ona klip çəkildi orada. Onlar mənə təşəkkür bildirdilər və çox bəyəndiklərini bildirdilər və çox da gözəl mükafatlar elədilər. İnşallah. Maşallah. İnşallah mən təşəkkürümü bildirirəm. Gözəl. buradan. Səidə, sən bəs istirahətin harda olacaq? Mən deməli gedirəm. Səidə də mənlə inşallah. gedəcək. Ha, İnşallah. O heç, onu saymırıq. İstirahət. Bursaya gedirəm. Orada həm istirahət, həm də klip çəkiliş eləyəcəm. İnşallah. Aa, Səidə. qəşəng. Elnur, paltarları hazır elə, sən Yo, eskizlər. indi Elnur Oraya, satmayacaq. oraya. Onu sonra gələndən sonra. Bursa, Bursa. Ha, Başqa lap yaxşı, birisi. lap yaxşı. Onda bir məqamı da qeyd edim ki, bir il ərzində mövsüm açılandan nəsib olsa olaraq, əziz tamaşaçılar, ən zövqlü, ən keyfiyyətli gecə şousunu sizə təqdim etdik. Təbii ki, qalmaqalsız, davasız, qırğınsız, səmimiyyət, keyfiyyət və sırf sizin istirahətiniz üçün, gələn qonaqların istirahəti üçün, gələn qonaqları başqa tərəfdən sizə tanıtdıq və bizim amalımız, işimiz elə o oldu ki, Azərbaycan teleməkanında ən keyfiyyətli, ən zövqlü, əsl gecə şousunu sizə təqdim edək. Və həftənin birinci günündən bizim yay çəkilişlərimizi izləyəcəksiniz. Sizə yay gecələrində əsl konsert proqramı, hər günümüz canlı konsert proqramı olacaq. Bilin ki, iyul ayında nəsib olsa sizə əsl konsert keyfi yaşadacaq. Bağda, İnşallah. qohumlarla, harda olmağınızdan asılı olmayaraq, nəsib olsa da gecələriniz şən keçəcək. Hər gün konsert proqramı ilə gələn həftədən görüşünüzə gələcəyik. Təbii ki, İnşallah. keyfiyyəti tapar. Hər zaman keyfiyyətli qonaqları ilə seçilirik, sevilirik. Elnur Məmmədov, təşəkkürlər sənə. Nəsib, mən çox salma bildirirəm. Var olasın. Necə ki, deyirsən keyfiyyət, o yüzdən də elə onu da deyərdim ki, Nəsib Nur həqiqətən də həm keyfiyyət taparıcıdır, həm savadlı insandır və çox da səmimi bir dostdur. Var olasın. Mən bir daha sənə də təşəkkürümü bildirirəm. Bu gözəllik var. Onu təqdim eləmək böyük bir şeydir. Onu gözəl təqdim edən insana mən təşəkkürümü bildirirəm. O da Nəsib Nurdur. Təşəkkürlər. Bütün Çox sağolun komandamız, bildirirəm. Xəzər Media Mərkəzi. Bəli, hər kəsin gördüyünü siz bir nəfər, iki nəfər görürsünüz. Amma
kamera arxasında əziyyət çəkən kollektivə təşəkkürümü bildirirəm. Var olun ki, Azərbaycan xalqının ürəyinə gözəl hər bir şeyi təqdim edirsiniz. Və mən sizi alqışlayıram. Nəsib olsa komandası. Bir il boyunca ən keyfiyyətli və ən zövqlü olduğumuz üçün özəl buraxılışımız olacaq. Bu mövsümün ən son verilişi siz kadr arxasında olan insanları burada qonaq olaraq görəcəksiniz. Onları sizə tanıdacaq. Rejissorumuzdan tutmuş təhlükəsizlik xidmətinə, əməkdaşlarına qədər. Bax, onlar da etiraf edəcəklər, onlar da danışacaqlar, burada olacaqlar. Gözləyin mövsümün son verilişini və Səidə, hər zaman sözünü deyən, dediyini eləyən və elədiyi ilə də gündəm yaradan olasan. Dur gəl ay Səidə, bayramlarınız mübarək olsun. Silahlı Qüvvələr günümüz, Ramazan bayramınız mübarək olsun əziz xalqımız. İnşallah bizə yalnız və yalnız bayramlar qismət olsun. Xalqımızın bayramı mübarək. Əskərlər, zabitlər, hər biriniz var olasınız. Bayramınız mübarək olsun. Biz sizinlə qürur duyuruq. Seni her gün aramak, elə bil ki ürəyim asılı qalır. Gözlərində yox əksin, qulağımda yox səsin, elə bil ki ürəyim yaralı qalır. Hələ öyrəşməmişəm, belə yalqız özüməm, hələ çox şey demədim mən sənə. Eşqə pişman deyiləm, vazgeçən də deyiləm, ayrı olsa da yolumuz sevirəm hələ də. Hərdən aradan məni gizli sal yada, bilirəm başqası vardır yanımda. Hərdən aradan məni görməyəsən gəl, məni hər şeydən çox sevirsən əgər. Hərdən arada məni gizli sal yada, bilirəm başqası vardır yanında. Hərdən arada məni görməyəsən gəl, məni hər şeydən çox sevirsən əgər. Sənə bir söz demirəm, ürəyimdə çəkirəm, bütün hər şey sonsuz ümidə qalır. Məni dərddən qoruyan, güvəndiyim bir adam, mənə indi hamıdan çox uzaq olur. Hələ öyrəşməmişəm, belə yalqız özüməm, hələ çox şey demədim mən sənə. Eşqə pişman deyiləm, vazgeçən də deyiləm, ayrı olsa da yolumuz sevirəm hələ də. Hərdən aradan məni gizli sal yada, bilirəm başqası vardır yanımda. Hərdən aradan məni görməyəsən gəl, məni hər şeydən çox sevirsən əgər. Hərdən aradan məni gizli sal yada,
çok sevirsen